Salam əziz müəllimlər, xoş gördük hər birinizi. Bugünkü mövzumuz qısnama, yəni bullying və onun qarşısının alınma yollarıdır. Düzdür, bullying haqqında hər kəsin az-çox məlumatı var, amma gəlin görək bilmədiyimiz daha nələr var və yaxud da ki, bullyingin qarşısını necə ala bilərik. Demək belə, bullyingin əslində bir neçə tərəfi var, amma mahiyyət etibarilə eynidir. Deyir, bir çox tədqiqatçılar bullyingi özünü müdafiə edə bilməyən şəxsə qarşı davamlı, baxın, davamlı şəkildə aqressiv davranış kimi təsvir edir. Yəni bəziləri öz gücündən istifadə edir də, belə deyək. Bullying deyir ki, güclü şəxsin zəif şəxsə təkrarlanan psixoloji və ya fiziki əzab verməsidir. İstər psixoloji təsir eləmək, istər də ki, fiziki nəsə güc tətbiq etmək və s. Demək belə deyir, bullyingi yalnız məktəbdə deyil, hər yerdə və istənilən yaş dövründə müşahidə etmək olar. Hər yerdə və istənilən yaş dövründə. Yəni əslində belə deyək də, həqiqətən də bu belədir. Yəni istənilən yaş dövrlərində buna rast gəlmək olur ki, hətta böyüklər belə bir-birinə psixoloji təsir göstərə bilir. Bu da bullyingin bir növüdür. Sadəcə məktəb yaş dövrü ilə bu digərindən fərqi odur ki, artıq müəyyən yaş həddinə çatmış insan belə deyim də, ən azı özünü emosional cəhətdən də idarə etməyi müəyyən qədər bacarır və bu təsirə az məruz qalmış olur. Amma məktəblilər, şagirdlər isə demək, indi belə deyək də, indi bəzilərində emosional intellekt nə qədər inkişaf edib, etməyib, bunların hamısının təsiri var. Ona görə məktəb yaş dövrləri üçün bullyingin yaşanması daha biraz çətindir. Bullyingin baş vermə səbəbləri deyir müxtəlif ola bilər. Hansı səbəblərdən baş verə bilər? Deyir, buna etnik və milli mənsubiyyət, cinsi və dini müxtəliflik, öyrənmə çətinliklərinin olması, yaş fərqi, məsələn, ta ki, bir şagirdlə digər şagird arasında müəyyən qədər yaş fərqi var. Özündən belə deyim də, yaşı az olana daha çox belə deyək də təsir eləyir və s. Sosial status, ailə vəziyyəti, bəzən olur ki, görürsən ki, hansı ki, belə deyək də, ailə vəziyyəti yaxşı olmayan şagirdlərə qarşı digər şagirdlər müəyyən təsirlər edirlər. Deməli, bu da bir səbəbdir. Sonra yaşadığı mühit, deyir, şəxsi nifaq, geyim tərzi. Bəzən olur ki, hər hansı bir şagirdin geyim tərzi o birilərinin xoşuna gəlmir. Başlayırlar ona da müəyyən o fiziki və yaxud da ki, olsun psixoloji təsirlər göstərməyə. Xarici görünüş, sonra introvertlik, yəni şəxsiyyət tipi bilirsiniz də nədir? Fərd daxili. Yəni bu insanlara qarşı daha çox, yəni bu insanlar daha çox demək bullyingə məruz qalır. Yəni səbəblər müxtəlifdir. İndi burada müəyyən qədər yazılır, amma o qədər səbəblər saymaq olar ki. Demək belə, deyir ki, tədqiqatçıların yanaşmasından asılı olaraq bullyingin müxtəlif təsnifatları var. Gəlin indi baxaq. Deyir, bax, bullying yazıb ha burada, bullying yox. Bullying bilirsiniz kimdir? Bu belə deyim də, o fiziki gücü və ya da ki, psixoloji təsiri edən şəxsə bullying deyilir. Bax, ümumi anlayış bullyingdir. Bullying nə oldu? Digər insanlara qarşı psixoloji və ya da ki, fiziki güc tətbiq etmək. Bu bullying sayılır. Amma bunu edən şəxsə bullying deyir. Deyir, bullinin məqsədlərinə görə bullyingin növləri. Yəni məqsədli edə bilər bunu, bax, həmin o bullying, yəni bunu tətbiq edən şəxs məqsədli edə bilər. Bir də məqsədsiz. Məqsədsiz, baxın, o da düşünülməmiş bullying var, bir də tədris bullyingi. İndi düşünülməmiş bullying, bir də tədris bullyingi indi birazdan deyəcək. Sonra deyir, bullinin göstərdiyi davranışa görə bullyingin növləri. Davranışa deyəndə fiziki bullying, bir də qeyri-fiziki bullying. Qeyri-fiziki bullyingdə baxın, verbal, bir də qeyri-verbal şəkildə olur. Sonra deyir, bullinin birbaşa və ya dolayı yolla təsirlərinə görə. Bu birisi nədir? Birbaşa, biri var özü birbaşa təsir edir ki, məsələn, biri var kiminsə vasitəsilə təsir elətdirir. Başa düşdünüzmü? İndi birazdan geniş açıqlamasını verəcəm. Buna da deyilir, iki növ var. Vasitəsiz bullying, bir də vasitəli bullying. Bir də xüsusi növ bullyingdir. Bu da kiberbullyingdir. İndi də çox yayılan növlərindən biridir. Deməli, hansı növlər oldu bullyingin? Məqsədlərə görə, davranışa görə, birbaşa və ya da ki, dolayı yolla, bir də ki, xüsusi bullying. İndi gəlin, keçək digər səhifəmizdə görək nələr var. Deyir ki, nə? Deyir, bullinin məqsədinə görə bullyingin növləri. Baxın, deyir, bullinin məqsədinə görə bullyingin növləri.
Bu nə deməkdir? Bunun bu deyir ki, iki növ ayrılır təbii ki. Bayaq dedik məqsədli bullying, bir də məqsədsiz. Məqsədli adı üstündə. Yəni bullinin həmin o fiziki və ya da ki, psixoloji təsir edən şəxsin bullinin qəsdən əzab vermək məqsədi ilə deyir zorakılıq göstərməsi. Yəni bunu qəsdən eləyir də bilə-bilə. Xoşu gəlməyən insanlar və s. baxın davamlı olaraq incitməkdən deyir həzz alır. Və bir şey də deyim ki, bir dəfə gördük ki, tutaq ki, bir şagird o bir şagirdə psixoloji təsir eləyir və ya da ki, bir dəfə gördük ki, fiziki güc tətbiq edir. Bu hökmən bullying demək deyil ha. Mütəmadi olaraq izləmək lazımdır və davamlı olarsa bu bullying sayılır, davamlı olarsa. Bir də məqsədsiz. Bullying deyir hər zaman məqsəd yönlü şəkildə pislik etmək məqsədi daşımaya bilər. Bəzən insan bilmədən deyir bulliyə çevrilir ki, yəni özün də bilmədən bulliyə çevrilirsən. Həmin o fiziki, psixoloji təsir edən şəxsə çevrilirsən. Bu məqsədsiz bullying adlanır. Məsələn, bəzən müəllimlər və ya valideynlər şagirdlərin səhvini düzəltmək məqsədi ilə özləri də bilmədən şagirdi davamlı olaraq psixoloji incidə bilər. Deyir ki, Rigby məqsədsiz bullyingin iki növünü qeyd edir. İndi buna da baxacağıq. Deməli, məqsədli bullying nə oldu? Bunu qəsdən törədirsən, amma məqsədsiz nədir? Bilməyərəkdən edirsən. Deyir ki, deməli nə? Düşünülməmiş bir də tədris bullyingi var. Gəlin görək bunlar nədir? Düşünülməmiş bullying. Baxın, münasibətlə bağlı. Deyir, bəzən bullying prosesinə yalnız əyləncə, bəli, oyun kimi baxır və onun qarşısındakı deyir şəxsə vurduğu zərəri tam anlamır. Bu proses şagird, müəllim-şagird, valideyn-şagird və s. arasında müşahidə oluna bilər. Baxın, həqiqətən də siniflərdə özümüz rast gəlirik. İndi çoxunuz maşallah müəllimsiniz, yəqin sizlər də bu haldan rastlaşmısınız ki, bəzən olur ki, sinifdə hər hansısa bir şagirdə qarşı zarafat məqsədi ilə. Məsələn, tutaq ki, nə bilim, gedib gəlib onu vururlar və ya ki, söz atırlar. Bunlar, bunu edən şəxslər, məsələn, bir sinifdə mən də bu haldan rastlaşmışam. Görürəm ki, həmin o oğlanlar, belə deyək də, özləri buna gülür, əyləncə kimi baxırlar. Amma həmin şagirdə çox pis təsir edir. Bax, görürsünüzmü, həmin şagird, bax, görürsən, deyir, düşünülməmiş bullying. Amma onlar düşünmürlər ki, artıq bu şagirdə təsir eləyirlər. Hətta bir şagirdin valideyni də gəlmişdi bununla bağlı ki, yəni mənim artıq övladım hər sözü deyir evdə deyən deyil, amma bundan çox narahatdır. Artıq gör nə vəziyyətsə mən açıb deyir ki, mən yəni xoşum gəlmir, onlar mənə söz atır davamlı olaraq və s. Bax, görürsünüzmü? Yəni əyləncə məqsəd edirlər düşünülməmiş şəkildə. Amma halbuki bu da bullyingin bir növü. Burada nümunə də verib oxuya bilərsiniz. Sonra tədris bullyingi nədir? Bəs öyrətmə, öyrənmə ilə bağlıdır bu təbii ki. Tədrisdə deyir köməklik etmək məqsədi ilə düşünülməmiş formada şəxsin bullyingə məruz qalmasıdır. Bu prosesdə şagird, müəllim-şagird, valideyn-şagird və s. arasında müşahidə olunur. Bu növ bullyingi daha yaxşı anlamaq üçün deyir aşağıdakı situasiyanı nəzərdən keçirək. Yəni əslində buna baxa da bilərik, amma belə də deyə bilərik. Baxın, deyir müəllim şagirdlərə alternativ enerji mənbələri mövzusunda məqalə yazmağı tapşırır. Müəllim yazılmış məqalələrlə tanış olur. Onlardan biri kasad yazılışına görə müəllimin diqqətini xüsusilə cəlb edir. Sinifdə şagirdlərlə müzakirə zamanı müəllim daha çox həmin şagirdin səhvlərini qeyd edir. Nəticədə şagird müəllim ancaq məni müzakirə etməyin deyə səslənir. Müəllimə səslənir ki, yalnız məni müzakirə etməyin. Müəllim nə deyir? Deyir, mən yalnız sənin işini qeyd etmirəm, deyir. Əlbəttə ki, müəllim buna deyir ki, dərindən inanırdı. Lakin sinifdə digər şagirdlər də müəllimin yalnız o şagirdin səhvlərini qeyd etdiyini vurğulayırlar. Şagird çox deyir, çaşqın halda artıq argumentlərlə yox, özünü müdafiə etməyə başlamışdır. Argumentlərlə yox, özünü müdafiəyə başlayır. Baş verənlər şagirdə nə dərəcədə emosional əziyyət deyir, verdiyi göz qabağında idi. Yəni burada nə nəticə çıxdı müəllimlər? Müəllimlərimiz etdiyi yanlışlıqlardan biri bir şagirdin üzərinə çox yüklənmək, ancaq onun səhvlərini, olsa sən bacarmırsan bunu, sən olsa bacarıqsızsan, olsa səndən gözləmirdim ki, düz yazasam. Yəni öz sözlərimizlə ifadə edə bilərik. Burada da bir nümunə. Yəni bu nə sayılır? Tədris bullyingi sayılır. İndi bəlkə də müəllim, təbii ki, heç müəllim istəməz ki, şagirdi bullyingə məruz qoysun, amma sözləri ilə artıq nə edir? Şagird o təsir altına salmış o olur. Bu oldu deməli məqsədə görə. Amma bir də var bullinin deyir göstərdiyi davranışa görə növləri. Davranışa görə bu da deməli fiziki bullying, bir də qeyri-fiziki bullying. Fiziki bullying adı üstündə deyir bullinin insana mütəmadi olaraq fiziki əziyyət verməsinə aid edilir. Lakin adi konfliktlər deyir bura aid deyil. Şagirdlər arasında təsadüfən hər hansı bir səbəblə baş vermiş konfliktlər bullying hesab edilmir. Yəni təsadüfən gördüyünüz ki, biri o
o birisinə vurdu yüngüzə və ta ki nəsə, bu bullying sayılmır. Belə hallarda müəllim diqqətli olmalı. Bu tip konfliktlərin bullyingə çevrilməsini, yəni əvvəldən qarşısını almaq lazımdır. Burada da bir nümunə çəkir. Təbii ki, fiziki əziyyət nədir? Ola bilər vurur və s. Düzdürmü? Bax, ünsiyyətdə olmağı sevmir, sinif yoldaşları qəribə adlandırırlar, nə bilim, sinifin ağası kimi aparır, Arifi vurdu, neynədi? Düzdürmü? Fiziki də güc tətbiq eləyir. Bundan əlavə fiziki bullying yalnız insanı deyir, fiziki incitmək və əziyyət verməkdən ibarət deyil. Deyir, bura məktəb əmlakının dağıdılması və sındırılması da aid edilir hətta. Yəni bunlar da aid edilir ki, vurur məktəbin stolun qırır və s. Bəs qeyri-fiziki bullying nədir? Deyir, fiziki kontakt olmadan, baxın, fiziki kontakt olmadan təmassız baş verən bullying növüdür və 3 əsas növə ayrılır. Verbal bullying, qeyri-verbal, bir də sosial bullying. Verbal bullying nədir? Verbal, yəni nədir? Sözlərlə. Ən geniş yayılmış deyir. Baxın, bullyingin ən geniş yayılmış formasıdır. Bu zaman bully verbal olaraq sözlə, şifahi və yazılı formada şəxsi təhqir edir. Elə sözləri ilə bəzən oraya elə insan var, deyir ki, elə deyir, nə, sən deyir, vurmaqdansa o söz insana daha çox təsir edir də. Düzdür, elə şagird var ki, ona bəlkə bir dənə şeylə vursun, o qədər təsir eləməz, amma müəyyən o sözlərdən psixoloji təsir altına salmaq çox pis təsir edir. Bax, bu verbal bullyingdir. Qeyri-verbal, bura jestlər, hərəkətlər, şəkil və s. təhqir olunma daxildir. Düzdürmü, hərəkətlərindən göstərir onun nəsə hər hansı bir də o digər qarşısındakı şagirdin güya ki, onu təkrarlamış kimi belə lağa qoyur, neynir, jestlər, hərəkətlər, onun biraz digər versiyalarını, ondan sonra şəkillə məsələn onun şagird elə bir eybəcər formada çəkir, nə edirlər? Yəni bunlar hamısı o şagirdə təsir edir. Sosial bullying nədir? Bura şəxsin hər hansı bir deyir sosial qrupdan uzaqlaşdırma, xoşagəlməz şayələr yayma, şəxsi başqaları qarşısında utandırma. Burada nümunə verib baxa bilərsiniz. Yəni bu nə deməkdir? Bəzən olur ki, şagirdlər, məsələn, xüsusilə oğlanlarda bu hal olur ki, 4-5 nəfər öz qrupu olur, o bir şagirdi öz qruplarına daxil etmirlər. Nə bilim, sən beləsən, eləsən və hətta ki, müəyyən fikirlərdən ona təsir eləyirlər. Elə qızlarda da bəzən olur ki, hər hansı bir qızı öz qruplarına almırlar. Bax, bu nə sayılır? Sosial bullying sayılır. Daha sonra keçirik nəyə? Bullyingin deyir, birbaşa və ya dolayısı yolla təsirinə görə bullyingin növləri. Bax, birbaşa və yaxud da ki, dolayı yolla. Görək nədir? Vasitəsiz bullying. Görək, burada bizə nə demək istəyir? Demək, görək nə deyir? Vasitəsiz bullying. Bullyingin deyir, bilavasitə özünün təcavüzü nəzərdə tutulur. Baxın, vasitəsiz. Bu bullyingin bütün növlərində müşahidə edilə bilər. Fiziki və ya ki, qeyri-fiziki. Vasitəsiz nə deməkdir? Yəni heç bir vasitə olmadan birbaşa özü təsir eləyir. Yəni həmin şəxs digər şagirdə birbaşa özü təsir eləyir. Amma vasitəli bullying odur ki, burada artıq üçüncü şəxs özü yox, birbaşa özü təsir eləmir. Kiminsə vasitəsilə, üçüncü şəxsin vasitəsilə tutaq ki, digər şagirdə nə bilim döydürür, söz atır həmişə, nə bilim nəsə də bunu öyrədir, bu gedir eləyir. Bax, bu olur artıq vasitəli bullying. Demək, bu da belə. Daha sonra keçək digər səhifəmizə. Xüsusi növ bullying, bu da hansıdır? Kiberbullying. Görək kiberbullyingdə nələr var, nələr yox. Deyir ki, bullyingin xüsusi formalarından biridir. Bu sosial media üzərində baş verir. Bəli, bilirsiniz, indi də gündəmdə olan bullying növlərindən biridir. Kiberbullying verbal, yazılı şəkildə sözlərlə təhqir, qeyri-verbal, deyir, şəkil və sözsüz videolar, fiziki, yəni xakerlərin vasitəsilə olaraq, deyir, internet üzərindən şəxsin elektron cihazlarına sıradan çıxarılması, bank hesabından qeyri-qanuni istifadə və s. bunlar nəzərdə tutur ki, deyir, yuxarıda təsvir edilən real situasiyada nə? Rebecca, biz bir dəqiqə adına baxaq, görək nə yazmışdır. Rebecca həm də kiberbullyingə məruz qalmışdır. Yəni orada bayaq nümunə vermişdi, onu vurğulayır. Yəni belə deyək də müəllimlər, buradan nə başa düşdük? Bax, kiberbullying, yəni sosial şəbəkələr üzərindən qırırlar, tutaq ki, sizin WhatsApp-ınızı deməli yazırlar, bax digər şəxslərə ödəniş alırlar ki, güya ki ehtiyacım var və s. və ya ki bank hesablarınızı ələ keçirirlər. Ondan sonra nə bilim hər hansı bir yazılış və ya ki hər hansı bir versiyada video olsun, şəkil formasında deməli nə hətta insanları belə deyək də təhdid altında qoyurlar, düzdürmü? Bunlar hamısı
hamısı hansına aiddir? Kiberbullying. Yəni internet üzərindən həyata keçirilən, internet üzərindən də o qədər saymaq olar ki, ümumiləşdirib belə deyək ki, internet üzərindən həyata keçirilən bu bullyingin növünə nə deyilir? Kiberbullying. Demək belə. Daha sonra deyir ki, nəzərə almaq lazımdır ki, bullyingin növlərindən biri, bir dəqiqə müəllimlər, səhifəmiz getdi o biri tərəfə. Deyir ki, bullyingin növlərindən biri o birindən daha ağır deyil. Onlar hamısı eyni dərəcədə, baxın, dağıdıcı qüvvəyə malik. Yəni desək ki, ay bu biraz yüngüldür, bu biraz ağırdır, deyir, bu düzgün deyil. Hamısı elə eyni ağırlıq dərəcəsinə malikdir. Bəzən bully tərəfindən sosial təcrid olunma, sosial bullying şagird üçün fiziki bullyingdən daha ciddi travmalara səbəb ola bilər, bəli. Bəzən isə verbal bullying insanın ömrünün sonuna dək izlər qoya bilər. Yəni belə deyək də müəllimlər, uzun sözün qısası, hamısının öz təsiri var, düzdürmü? Ola bilər ki, elə adi bir o sözlərlə təsir şagirddə müəyyən ağır bir travma yarada bilər və s. Demək belə, bəs yaxşı, deyir ki, bullyingin müəyyən edilməsi, hə? Müəllimlər tutaq ki, necə bunu müəyyən etsin? Baxın, deyir ki, nə? Buradan baxsanız, bəzən deyir, şagirdlər arasında nifaq və ya adi konfliktlər bullyinglə qarışdırıla bilər, bəli. Bayaq da demişdik bunu. Bundan əlavə bir çox hallarda bullying hadisəsi gizli olaraq baş verdiyindən ətrafdaşlar bunu hiss etməyə bilər. Bu da doğrudur. Bu baxımdan deyir, bullyingi müəyyən etmək üçün aşağıdakı yanaşmalardan istifadə oluna bilər. Gəlin görək bunlar hansılardır? Məktəbdə şagirdlərin özünü sərbəst ifadə etmək üçün təhlükəsiz və pozitiv mühitin yaradılması. Bu nə deməkdir? Baxın, yəni bullyingə deyir, məruz qalan şagirdin susmasının əsas səbəblərindən biri onun vəziyyətin deyir, daha da kəskinləşməsindən qorxmasıdır. Məsələn, şagird qorxur ki, mən bunu açıqlayaram, vəziyyət daha da pisləşər. Görürsünüzmü? Lakin bullying halı dəfələrlə təkrarlandıqda və ya daha da şiddətli olduqda həmin şəxsin bu haqda kiməsə danışmaq, məlumat vermək istəyi arta bilər. Aha, aparılan tədqiqatlar göstərir ki, bullyingə məruz qalan şagirdlərin böyük hissəsi bu haqda daha çox dostları ilə bölüşürlər. Müşahidələr də göstərir ki, bəzən dostunun bullying olunması haqqında deyir, şagird məktəb heyətinə məlumat verir, lakin onun sözlərini ciddiyə almır da, yəni məktəbdə araşdırılmır və ya da ki, o şagirdə qulaq asmır. Bu daha çox azınacaq nəticələr verə bilər. Ona görə də məktəbdə şagirdlərin mənəvi olaraq qayğısına qalınması, açıq ünsiyyətə, sözünü sərbəst şəkildə deməsinə şərait yaradılması deyir vacib. Yəni nə başa düşdük? Uzun sözün qısası. Məktəbdə elə bir müəllimlər, məktəb kollektivi elə bir şərait, elə bir təhlükəsiz, pozitiv mühit yaratmalıdır ki, şagird bullyingə məruz qalanda belə qorxmadan, utanmadan bunu çəkinmədən deyə bilsin və yaxud da ki, digər şagirdlər hansısa bir məlumatı vermək istəyir, ola bilər ki, dostun bullyingə məruz qalır, özü demir, tutaq ki, sən o digər şagird onun yerinə deyir, müəllimlər buna əhəmiyyət verməlidir, göz ardı etməməlidir, düzdürmü? Deməli, belə təhlükəsiz və pozitiv mühit olmalıdır. Sonra deyir ki, bütün məktəb heyətinin, tutaq ki, müəllim, direktor müavini olsun, məktəb psixoloqu deyir, köməkçi və texniki işçilər olsun, deyir, biri-birlə əməkdaşlığı bacarmalıdırlar. Görək burada bizə nə deyir? Bu hissəni biraz belə böyüdək. Aha. Deməli belə deyir ki, nə? Bullying hadisəsi nə qədər gizli baş versə də, onu göstərən deyir, əlamətlər müəyyən hallarda üzə çıxa bilər. Bəzən bu əlamətlər kimisə gözündən yayına bilər. Buna görə də məktəb heyəti arasında aktiv məlumat mübadiləsi olmalıdır ki, şagirdlər arasında olan münasibətlərin üzə çıxarılması mümkün olsun. Bu bilirsiniz nə deməkdir? Aktiv məlumat mübadiləsi. Yəni bax, məktəbdəki bütün heyət biri-birlə əməkdaşlıq eləməlidir. Bir də aktiv məlumat, bir-birinə məlumat ötürmə. Amma bu demək deyil, hər hansısa bir şagird haqqında öyrənib ki, müəllim tutaq ki, müşahidə edib, filan müəllim bilib də bunu, düzdür. Gəlib elə bütün məktəb heyətinə açıq-aşkar hamının içində desin ki, filan şagird bunu belə olub və ya da ki, bu digərinə qarşı bu hərəkət edib, açıq-aşkar olmaz. Konfidensiallığı gözləmək şərti ilə və vacib şəxslərə burada vacib rol oynayan kimlərsə, tutaq ki, həmin o şagirdlərdə onlar dəvət olunmalıdır və ya da ki, valideynləri dəvət olunmalıdır, həmin tutaq ki, sinif rəhbəri də onlar. Yəni daha doğru mən bilirəm, tutaq ki, bütün məktəbdə el aləmə belə deyim, haray salım, bu düzgün yanaşma deyil. Şagirdlərin şəxsi portfolyosunun yaradılması. Şagirdlərin portfolyosunda bilirsiniz də nələr var, düzdürmü? Akademik nailiyyətlərindən bağlı. Amma deyir ki, nə? Təkcə bunlar yox, deyir, eyni zamanda davranış, digər şagirdlərlə münasibətini, ailə vəziyyətini və s. əks etdirən sənədlər də daxil olmalıdır bu portfolyoya. Görürsünüzmü? Təkcə akademik nailiyyətlərindən bağlı sənədlər yox, ailə vəziyyəti, emosional vəziyyəti, bunlarla bağlı məlumatları da daxil eləmək lazımdır ki,
Belə deyim də, məsələn, ola bilər bu şagird davamlı olaraq başqa şagirdləri müəyyən o psixoloji təsirlərə məruz qoyur. Yazılsın, qoyulsun onun portfolyosuna ki, o şagird sinifdən sinifə keçəndəmi və hətta ki, nə bilim, indi və məktəbin dəyişəndəmi, ən azından da yəni belə lazım olanda açıb sənədlərə baxanda qoy bu şagird haqqında məlumat bilinsin, müəllimlər tərəfindən müəyyən olunsun və bu şagird tutaq ki, nəzarətdə. Əslində həqiqətən çox gözəl təklifdir. Nəzarətdə saxlamış olacaqlar da o şagirdləri. Sonra və hətta ki, bu bullyingə məruz qalıbsa, bu yenə də kimsə tərəfindən bullyingə məruz qala bilər. Bu şagirdə nəzarətdə saxlamaq düzdürmü? Valideynlərlə əməkdaşlıq bu da ki, hər yerdə var, düzdürmü? Valideyn deyir ki, şagirdin həyatında mühüm yer tutan şəxslərdəndir. Ola bilər ki, şagirdin davranışında olan əlamətləri ilk olaraq valideyn müşahidə etsin. Bu zaman valideyn bu haqda məlumatı övladının sinif rəhbərinə bildirməlidir. Bunun üçün valideynlərin deyir sərbəst formada məktəb heyəti ilə əlaqə saxlamaq və əməkdaşlıq etməyə şərait yaradılmalıdır ki, yəni rahat şəkildə valideyn də sözünü müəllimə deyə bilsin. Esse yazmaq. Yəni bu nə deməkdir? Deyir ki, Azərbaycan dili və xarici dil dərslərində əsasən də sinif saatlarında müəllim dərsin bir hissəsi kimi bullying, şagirdlərin bir-birinə münasibəti haqqında esse yazılması. Yəni belə deyək də, digər şagirdlərin sənə olan münasibəti haqqında esse yaz. Hə? Deməli, belə deyirik ki, İsveç psixoloqu bullying üzrə mütəxəssis Anatol Pikas esse yazdıra bilər ki, bu da bullyingin çıxarılmasına güclü strategiya olmasını məktəblərdə apardığı təcrübələr nəticəsində sübut etmişdir. Lakin o qeyd edir ki, bu zaman müəllim müəyyən çətinliklərlə rastlaşa bilər. Gəlin görək hansı Aha, deyir ki, şagird öz fantaziyasına əsasən hadisə uydura bilər. Baxın, esse yazan zaman müəyyən çətinliklər, hansılar ola bilər? Yəni bu esse yazmaq əvvəlcən onu deyim ki, o qədər də effektli üsul deyil. Niyə? Şagird öz fantaziyasına uyğun nəsə uydura bilər ki, plan şagird mənə bu sözləri deyir, mənə təsir eləyir, məni vurur, döyür, düzdürmü? Bu belə. Bulli öz davranışından agah olduğundan deyir, özü haqqında yazmaqdan imtina edə və tamamilə uydurulmuş bir hekayə yaza bilər. Bəli. Bullyingə məruz qalan şəxs hamı biləcək və vəziyyət biraz da kəskinləşəcək, ona görə doğrular yazmayacaq və s. Yəni belə deyək də, bu esse yazmaq versiyası əslində elə də effektiv deyil. Daha sonra anonim sorğu, əvvəlcən hazırlanmış anketə əsasən sorğu aparmaq olar. Görək bunlarda baxın, bullyingi müəyyən edən əsas terminlərdən istifadə məqsədə uyğundur. Yəni məqsəd yönlü, incitmək, nə bilim, müddətini soruşa bilərsiniz, güclü tətbiq edirmi yoxsa nələr? Yəni bunlarla bağlı suallar qeyd edə bilərsiniz ora ki, şagird nə etsin, cavablandırsın. Məsələn, burada belə bir nümunə də veriblər ki, əsas termini yazıb məqsədi yönlüdürmü, incitmək, davamlıdırmı, müddəti, düzdürmü? Bax, gücdür, provoksiyadırmı? Bax, əsas sual, bulli və ya bullilərin şəxsi incitmək məqsədi olubmu? Bulliyə verilən sual, bunu niyə etdin? Məqsədin incitmək idi. Bullingə məruz qalmışdır şəxsə verilən sual. O bunu qəsdənmi etdi? Nə bilim, tutaq ki, sənə nə qədər müddətdə təsir eləyir bu şəxs? Davamlı mı sənə təsiri var? Səni incitmək məqsəd elədimi yoxsa nə? Yəni bu tipli və ya da provoksiya nə deməkdir? Bax, bullingə məruz qalan şəxsin bullinin diqqətini cəlb etməkdə rolu olubmu? Digər şəxslər də cəlb edibmi və s. Yəni bu da belə sorğu xarakterli də keçirilmək olar. İndi isə bu nə idi müəllimlər? Bullingin, bayaqdan danışdıqlarımız nə idi? Bullingin müəyyən olunması. Amma indi bullingin qarşısına alınma yollar haqqında danışacaq. Deməli, bayaqdan bax danışdıq bullingin müəyyən olunmasından. Nə idi? Dedi ki, məktəbdə elə bir mühit yaradın ki, şagird heç olmasa qorxmadan bunu açıqlaya bilsin. Valideynlərlə əməkdaşlıq, esse yazmaq, sonra nədən danışdıq? Şagirdin portfolyosuna qeyd olunsun, düzdürmü? Sonra anonim sorğu şəklində keçirilsin ki, yəni bullingi aşkar eləyək, müəyyən edək. Amma indi bullingin qarşısına alınma yolları gəlin görək hansılardır. Deyir ki, görək nə deyir bizə. Bullingin müəyyən edilməsi çətin olduğu qədər onun qarşısının alınması üsulları da təbii ki çətindir. Bəzi strategiyalar var. Hansılardır? Mənəvi dəyərlərin aşılanması. Deyir, qeyd etdiyimiz kimi hər birimizə kimisə incitmə var. Hər birimizdə kimisə incitmə potensialı var. Bəli, əslində bunu hər kəs eləyə bilər. İnsanlar müəyyən mühitdə hər hansı bir təsirdən, baxın, tərbiyə, inanc, dünya görüş, kimisə təsir altına düşmə, yaşanmış psixoloji travma və s. bulliyə çevrilə bilər.
Hmm. Belə olan halda insanın mənəvi dəyərləri nə dərəcədə dərin olarsa, onun müxtəlif təsirlərdən bulliyə çevrilmə ehtimalı bir o qədər az olar. Mənəvi dəyərlərin dəyəri nə qədər güclü olsa, təsirə az məruz qalacaqsan. Bu baxımdan sinifdə etik dilemmaların müzakirəsi, mənəvi dəyərlərlə bağlı deyir ki, Nəsim Lüyəsə və rollu oyunlar, instinkt üzərində iş, real təcrübə, uşaqlar evi, qozlar evinə baş çəkmək, müəllimin rol modeli olması, müəllim yəni özünün nümunə olsun. Bu strategiyalardan istifadə baxın Kolbergin mənəvi inkişaf nəzəriyyəsi də həqiqətən də burada çox vacib rol oynayacaqdır. Kolbergin mənəvi inkişaf nəzəriyyəsində nələr deyilirdi, onu yadınıza salın bir. Emosional intellektin formalaşması, deməli şagirdlərdə deyir, emosional intellektin inkişaf etdirilməsi onların müxtəlif çətin şəraitlərdə baş verən hadisələri rasional qiymətləndirərək düzgün reaksiya verməyə kömək edə bilər. Yəni burada bullying mövzusunda ən əsas Kolbergin nəzəriyyəsi ən vacib rol oynayır. Bir də ki, emosional zəka. Deməli belə, çünki bilirsiniz niyə emosional zəka artıq biri var ki, rasional zəka, biri var emosional zəka. Rasional o akademik biliklərdən bağlıdır, amma emosional zəka nədir? Sən öz emosiyalarını idarə etməyin, öz hisslərini tanımağın, düzdürmü? Yəni əgər bunlar nə qədər güclü olarsa, sən təsirə az məruz qalırsan. Mənəvi inkişafda, məsələn, səndə insanlıq, o mənəvi dəyərlər nə dərəcədə yaxşı inkişaf eləyibsə, sən də digərlərinə qarşı yəni bunu etməyəcəksən və ya ki, sənə də qarşı ediləndə bunu tezkən ayırd edə biləcəksən və s. Buzqıran strategiyasını bilirsiniz nədir? Yəni şagirdlər arasında soyuqluğun aradan qaldırılması üçün müəyyən o bax deyir ki, bir-birini tanıması və onlar arasında empatiyanın yaranmasına şərait yaradır. Məsələn, görürsən ki, iki şagird arasında soyuq münasibət var. Soruşa bilərsən və ya həmin iki şagirddən, ya bütün sinifdəki uşaqlar tutaq ki, boş vaxtınızda nə ilə oynamağı sevirsiniz, hansı yeməkləri xoşlayırsınız? Belə biri tutaq ki, deyəcək ki, boş vaxtlarımda mən filmə baxmağı sevirəm, o birisi deyəcək mən filmi. Hə, baxın siz ikiniz də filmə baxmağı sevirsiniz. Onlar da baxacaq bir-birinə gülümsəyir, düzdürmü? Sanki o aralarında olan soyuqluqları aradan qaldırmaqdan ötürü ortaq bir xüsusiyyət tapırsan da belə deyək qısa. Valideynlərlə əməkdaşlıq və onların maarifləndirilməsi. Valideynlərlə söhbət aparmaq lazımdır. Baxın, bullyinqin müəyyən edilməsi həm də qarşısının alınmasına əsas şeylərdən biridir. Bəzən ola bilər ki, yəni valideyn heç bu anlayışlardan heç xəbəri yoxdur, düzdürmü? İndi hamısı bilmək məcburiyyətində deyil ki, və ya ki, bütün valideynlər elə necə deyim də, yəni onlar bir valideyn kimi də, yəni valideyndirlər. Amma o demək deyil ki, elə hamı savadlı və ya ki, dünya görüşlü və ya ki, bu hər bir şeydən xəbərdardırlar. Bu o demək deyil. Ona görə nə etmək lazımdır? Onları da maarifləndirmək lazımdır. Söhbətlər aparmaq lazımdır. Əlaqələr qurmaq lazımdır. İclaslar dəvət etmək lazımdır ki, müəyyən ümumi anlamda bu məsələlər gündəmə gətirilsin, düzdürmü? Məktəb psixoloqu ilə əməkdaşlıq çox vacibdir. Amma indi bilirsiniz ki, bəzi məktəblərdə psixoloqlar sanki yox dərəcəsindədir. Səriştəli bacarıqlı psixoloqlarımız çox azdır, amma onlardan da əməkdaşlıq etmək lazımdır. Şagirdlərin maarifləndirilməsi, şagirdlərin bullying haqqında məlumatlandırılması, təbii ki, məktəblərdə bunu müəllimlər yetərincə etməyə çalışırlar, düzdürmü? Maarifləndirirlər şagirdləri. Deyir, mümkün qədər bu halın yaşanmasından əvvəl baş tutmalıdır ki, yəni siz əvvəl zənn etməlisiniz, şagirdləri maarifləndirməlisiniz. Bullyingin baş verməmişdən əvvəl və baş verəndən sonra şagirdlərin maarifləndirilməsi zamanı aşağıdakı aspektlər nəzərə alınmalıdır. Bunlar hansılardır? Deyir, şagirdləri maarifləndirərkən bulliləri kəskin qınamaq və onlar haqqında aqressiv danışmaqla başlamaq neqativ nəticə verə bilər. Bax, deyir ki, maarifləndirilməsi zamanı aşağıdakı aspektlər nəzərə alınmalıdır. Müəllim bunları nəzərə almalıdır. Nəyi? Birbaşa ilə kəskin cümlələrdən başlayaq, bunlar olmaz. Görürsünüzmü, deyir, neqativ nəticə verə bilər. Bullinin təklənməsinə səbəb ola bilər, onlarla ünsiyyət qurmağı və bununla problemin həll olunmasını çətinləşdirə bilər. Daha sonra məktəbdə baş verən bullying hadisəsinin təsviri ilə başlamayın. Bu bullini və bullying olunan şəxsləri qorxudaraq özlərinə qapanmasına səbəb ola bilər. Müzakirə üçün düzgün vaxt seçmək lazımdır. Səs-küylü, narahat vaxtda bu söhbətləri deyir açmaq olmaz. Ondan sonra görək digər məqamlar. Daha sonra deyir ki, nə bullying haqqında məlumat aqressiv şəkildə verilməməlidir. Ekranımız oynadı. Demək bu belə. Sonra deyir ki, ciddi aqressiya yarada bilər və s. Yəni yumşaq versiyada çatdırmaq lazımdır. Şagirdlərə bullyinglə bağlı videolar göstərmək olar, yəni maarifləndirmək məqsədi ilə. Maarifləndirmənin aparılması üçün şagirdlərin buna hazır olmalarına əmin olmaq lazımdır. Rollu oyunlarla şagirdləri maarifləndirmək deyir, onlara bu fenomeni daha yaxşı anlamağa kömək edər və s.
Bir də nə var? Deyir müəllimin rol model olması. Yəni müəllim özü bir nümunə olmalıdır. Əgər müəllim özü davamlı olaraq şagirdləri döyürsə, söyürsə, nə bilim fiziki və ya da ki, verbal olaraq da hər hansısa bir təsir edirsə, o şagird də baxıb onu götürəcəkdir. Elə deyilmi? Müəllim özü də nə olmalıdır? Rol model. Bayaq da qeyd etdiyimiz kimi, yəni bu bullying mövzusunda ən vacib iki nəzəriyyə, mənəvi inkişaf nəzəriyyə, bir də emosional zəka nəzəriyyəsi vacib rol oynayır. Bu da belə müəllimlər. Bu mövzumuz bu qədər. Hər birinizə uğurlar.